Mənim tarixdən heç xoşum gəlmir. Gedib İngiltərənin tarixini oxumaqdansa AXC-ni oxumaq 1000 dəfə maraqlı. Nə qədər qarışıq olsa da, bəli, AXC-ni oxumaq yaxşıdır. Bir də uşaqlar, mütləq şəkildə hər kəsin istədiyi nədir? Hər kəs kitabları təzə olsa daha rahat öyrənəcək bundan sonraki mövzuları. Çünki təzə kitablarda bu mövzular daha az verilib, daha rahat verilibdir. 24-25 və yaxud da ki 25-26. Ayşə xanımdan başlayaq birinci. Ayşə, Azərbaycan Xalq Cümhuriyyəti nə zaman müstəqilliyini elan edir? 1918-ci il 27 mayda. 27 mayda. Bəs yaxşı, Azərbaycan 28 mayda. 27 mayda Tiflisdə bizim hansı qurumumuz yaranır? Müvəqqəti Milli Şura. Bəli, Milli Şura. Ona görə uşaqlar, Azərbaycan Xalq Cümhuriyyətinə Milli Şura aid deyil. Çünki bizim respublikamız, AXC-miz mayın 28 yarandığı halda Milli Şura mayın 27-si yarandı. Yəni, AXC-yə Milli Şura aid deyil yaradılması. Səkinə ilə davam edək görək. Səkinə bizə deyəcək, bəs yaxşı, bu həmin dövrdə Milli Şura sədri kim seçilir? Axı sadə deyil mənim. Məmməd Əmin Rəsulzadənin adı bir dənə buradadır. Bircə dənə deməli şirkətdən. Mövzusu küçük burada adı çəkilir. Onu da unuttun. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri idi. Özü də həmin vaxtda harda sülh danışıqlarındaydı? O şeydəydi. Batımda. Batımda sülh danışıqlarındaydı. Yadda saxlayırıq. Bunları Aysur, Milli Şura nə zaman yaradıldı? 1918 mayın 27-si. Milli Şuranın sədri kim idi? Məmməd Əmin Rəsulzadə. Düzdür. Mehriban, nə zaman istiqlaliyyət bəyannaməmiz qəbul olunur? 18-də, mayın 28-də. Düzdür. İstiqlaliyyət bəyannaməsi hansı ölkənin istiqlaliyyət bəyannaməsindən 142 il əvvəl qəbul olunubdur? ABŞ olmalıdır. ABŞ. 1776-da ABŞ-dır, bizdə də 1918-ci ildə. Bu belə. Bəs yaxşı, Mehriban, deyə bilərsən sən bizə? Buradan, deməli, AXC-nin ilk birinci müvəqqəti hökuməti yaradılır ki, onda sədri kim təyin olunur? Fətəli xan, Azərbaycan Xalq Cümhuriyyəti bizim müasir Azərbaycan Respublikasının idarəçiliyi fərqli idi. Bizdə prezident respublika idi, o dövrdə parlament respublika idi. Prezident yox idi uşaqların. Əsas işləri hökumət kabinetləri idarə edirdi. Hökumət kabinetinin icraedici orqanı idi. Hökumət kabinetinin rəhbərləri idarə edirdi. O müstəqil olduğunu radyo, teleqraf nəydi onunla demişdik. Düzdür. Radio və teleqraf vasitəsilə dünya bilinə çatdırır. Sonra bir də nə lazımdır? Bir də akt sənəd qəbul olunur. Azərbaycan Xalq Cümhuriyyətində bir yadımıza salaq görək alim. Burada Azərbaycanda mövcud olmuş respublikalar qeyd ediblər. Görürsən respublikalarımız neçə respublika dövrü yaşamışıq? Bunlar neçənci illəri əhatə eləyir? 3 respublika var idi. Birinci respublika 1918-1920, sonra ikinci respublika 1920-dən 91-ə kimi, üçüncüdəki 91-də. Doğru, 91-dən bugünə qədər. Deməli, bu günləri biz Azərbaycan Respublikası hansı dövlətin varisidir, siyasi varisidir? Üçüncü respublikada. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisiyik. Belə yadında saxlayırsan. Ülfət bizə deyəcək, Ülfət, istiqlaliyyət bəyannaməsində qadınlara şəxsiyyət və yaxud da ki, vətəndaşlıq verilib deyə bilərik? Bəli, verilir. Ümumiyyətlə, burada ayrı seçki olmadı. Cinsindən, nə bilim, onun zümməsindən hər kəsə verilirdi vətəndaşlıq. Biçə dəqiqə uşaqlar. Alo, abacı, dəstəkmi? Sağ ol. Yox, evdəyəm. Hə, nə olacaqdır? Hə. Heç, niyə 8? İndi gedin, nə olacaqdır? Hə, deyirəm ki. Hə, olar. Şokolad ya da tort alsaydın da yaxşı olardı. Hə. Hə, yaxşı işlə. Hə, gedin. Hə, nə olacaq? Heç elə belə gəlmişdik. Bir dəqiqə uşaqlar.
Dəstəlimi qol gedir. Həm, səsi bağlayırdım. Dünənki işinə gəlmişik. Yəni, sizi ziyarət eləməyə, nəzərimiz vardı onu verməyə. Həli bunu desəm, bəs eləyər də yəqin ki. Oldu. Sağ ol, bacım. Hə, uşaqlar. Birinci yadda saxlayaq, birinci Azərbaycan Xalq Cümhuriyyəti İstiqlaliyyət bəyannaməsində verilən o müddəaları bir-bir yadımıza salaq. Birinci bənddə qeyd olunur ki, Azərbaycan idarəetmə forması necə bir idarəetmə forması harda yerləşir? Dünyəvi idi də. Yaxşı, Dünyəvi Respublika sonra? Ondan sonra Cənubi Qafqazda yerləşir. İndiki Azərbaycan kimi müstəqil idi. Aha, Səkinə nəsə əlavəsi vardı? Buyur Səkinə. Tam hüquqlu dövlət idi də, mənim necə yazmışdım. Bəli, Zaqafqaziyada yerləşən tam hüquqlu dövlətdir. Dünyəvi Respublikadır. Yəni bizə Abbas rejisi tam olaraq hara nəzərdə tutulur bu Zaqafqaziya? Zaqafqaziya Qafqazın arxa tərəfi, yəni Cənubi Qafqaz demək. İndiki Azərbaycan, Ermənistan, Gürcüstan ərazisi Cənubi Qafqaz adlandırılır. Zeynəb sizə deyəcək. Zeynəb, bəs yaxşı, idarə forması necə idi? Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci bəndində İstiqlaliyyət bəyannaməsində yazılırdı. İdarə forma xalq cümhuriyyətinə əsaslanırdı. Düzdür. Hakimiyyətin mənbəyi? Hakimiyyətin mənbəyi Müəssər Məclisi. Xalq. Yadında saxla. Demokratik quruluşlarda hakimiyyətin mənbəyi xalq hesab olunur. Şura seçir. Hakimiyyətin mənbəyi xalqdır. Yaxşı, bunu yadımıza saxladıq. Bir də Ayşə, deyə bilərsənmi? Kimlərə vətəndaşlıq hüququ verir Azərbaycan Xalq Cümhuriyyəti? Dinindən, ilqindən, məzhəbindən fərqli olmayaraq bütün vətəndaşlar. Düzdür. Dinindən, cinsindən, əsasən burada önəmli cins sözünü deyirsən ki, qadınlara və kişilərə deməli bərabər hüquqlu vətəndaşlıq hüququ verilmiş. Uşaqlar, Şərqin ilk respublikası hansı respublikadır? AXC. Bəs burada deyir AXC-dir. Şərqin ilk respublikası Çindir. Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətidir. Bunu yadınıza saxlayın uşaqlar. O demokratik sözü bilirsiniz nə deməkdir? Qadınlara şəxsiyyət hüququ, seçki hüququ verdiyinə görə biz Şərqin ilk demokratik respublikasıyıq. Yadınıza saxlayın. Onda mənim Çin vermirdi qadınlara hüquq. Çin heç bir belə bir hüquq vermir. Nə? Bizdən sonra Türkiyə verir. Bizdən sonra bəli Türkiyə Respublikasına, amma biz bu hüququ verdik 1918-ci ildə, türklər isə 1924-cü il konstitusiyasına görə. Bir bizdən neçə il sonra. Mən qadınlara niyə hüquq verməklər ki? Çünki saymırdılar. Qısacası. İnsandan saymırdılar. Niyə ki? Qadınlar indiki müasir cəmiyyətimizdə sən belə beynin qəbul edilmir ki, necə yəni qadınlar adam yerinə qoymurdular. Bəli, Mən istəmirdilər ki, qadınlar güclənsin, qorxurdular, çəkinirlər. 20-ci əsrin əvvəllərinə qədər nəinki Şərq, heç Avropada da qadınların heç bir hüququ yox idi. Amerikanın özündə belə. Xeyri yox idi da. Qadınlar xeyri olmuş. Amerikanın uşaqlar, Amerika 1776-cı ildə respublika elan olunmuş Amerika Birləşmiş Ştatları Respublika İdarəetmə Forması konstitusiya qəbul olunduğu halda 1921-ci ilə qədər orada heç bir qadına səs vermə hüququ, şəxsiyyət hüququ verməyiblər. İnkişaf etmiş Avropa ölkələrinin heç birində qadınlara heç bir hüquq verilmirdi. Niyə? Çünki qadınların kişilərdən daha zəif olduğunu düşünərək, qadınların cəmiyyətdə heç bir mövqeyin olmadığını düşünərək, qadınlar cəmiyyətdən türklər demiş, dışlayırdılar, yəni çıxardırdılar. İstəmirdilər qadınlar hakimiyyət əldə eləsinlər. Belə. Sonra nələrdə qalmışdıq? Səkinədə idi. Səkinə, sən bizə deyə bilərsənmi? Yadından çıxdı, nə demədik? Hə. Buradan deyir ki, müəssisələr məclisi toplana qədər hakimiyyət başında xalqın seçdiyi kimlər dayanmalı idi? Vəhdəti hökumət dayanırdı da müəllim. Aha. O deyil. 40 günmü, neçə ay vaxt belə bir müddəti var idi onun. Hə, 6 ay müddətində orada müvəqqəti hökumət seçməlidir. Uşaqlar, bu bizi çaşdırmasın. Yadınıza saxlayın ki, burada respublika tipli idarəetmə orqanlarda icraedici orqan olur, qanunverici, sonra məhkəmə hakimiyyəti, icraedici qurum hökumət kabinetləridir. Qanunverici qurum isə fərqlidir. İlk əvvəl Milli Şura, ikinci hökumət, ardınca da parlament. Bunlar qanunverici orqan funksiyasını yerinə yetiriblər. Aysun bizə deyəcəkdir, Aysun. Sonra Batum müqaviləsindən danışmaq istəyirəm. Bir də Azərbaycan Xalq Cümhuriyyəti haqqında Məhəmməd Əmin Rəsulzadə hansı fikirlər səsləndirmişdi? O yadımdan çıxır, mənim yadımda qalmır. Amma var Bu cür qızıl kimi sözlər yazın. Bəyannamə haqqında. Bəli, bilirəm, amma yadımdan çıxır. Özdə onu ayrıca vermişdilər aşağıda sarı şeysini.
Hə, Ülfət Onun da bildi. sözün düzü mənim də yadımdadır. Belə Ən azından baxsam, oxuyun. Bax görün. Oxumuşam, sadəcə onun mənasını başa düşmədim deyə yadımda qalmadı. Ona görə Bax, yadımda qalmadı. uşaqlar nə deyir buradan? Deyir ki, birinci növbədə qoy sizə bir şey deyim bu haqda. Məmməd Əmir Rəsulzadə əvvəlcə yazırdı ki, əslində rusların bizi işğal etməsinin yaxşı bir tərəfi oldu ki, biz özümüzü bir vücud, bir xalq, bir millət kimi dərk elədik. Və ruslar inkişaf elədikcə biz də onların tərkibində irəli getdik. Bugün Cənubi Azərbaycana, Qacarlara baxın uşaqlar. O dövrdə Qacarlar çox pis vəziyyətdə idi. Qacarlar da ingilislərin müstəmləkəsinə çevrilmişdi. Biz də rusların müstəmləkəsi olsaq da ən azından inkişaf elədik, irəli getdik. Burada yazır ki, həmin dövrdə Azərbaycan şurası, Milli Şura, yəni biz ilk dəfə orada hakimiyyət, demokratik bir rejim qurduq. Xalqımıza seçki hüququ, səs vermə hüququ, şəxsiyyət hüququ verdik. Çar Rusiyasının illərdir ki, 200 il ərzində əsarətindən xilas olmağı bacardıq. Onu demək istəyirdi. Burada bir də qeyd olunur ki, Azərbaycan kəlməsi təkcə coğrafi ad deyil, artıq bir siyasi terminə çevrildi, bir respublika adı aldı. Bu vaxta qədər bilirsiniz ki, Azərbaycan adlı bir dövlətimiz olmayıb bizim. Dövlətlərimiz olub, amma Azərbaycan adında olmayıbdır. Səfəvi, Eldəniz, Saci, Salari, daha sonra xanlıqlar, Ağqoyunlu, Qaraqoyunlu. İlk dəfə Azərbaycan Xalq Cümhuriyyəti ilə Azərbaycan sözü təkcə bir coğrafi məkan deyil, həm də bir siyasi, bir məfhum, bir kəlmə funksiyasını yerinə yetirməyə başladı. Yaxşı, Aysu ilə davam edək. Batum müqaviləsi. Aysu, Batum müqaviləsi kimlə imzalanmışdı? Batum müqaviləsi AXC ilə Osmanlı arasında imzalanmışdı 1918 iyun ayının 4-ündə. AXC rəsmən olaraq Osmanlı rəsmən olaraq AXC-ni tanıyır. Bir də Batum müqaviləsinin 4-cü maddəsinə əsasən AXC-yə lazım olan zaman kömək eləməli idi, ordu verməli idi. Düzdür. Hərbi cəhətdən. Mehriban bizə deyəcək. Mehriban, Batum müqaviləsi nə zaman imzalanmışdı? 1918 iyunun 14-də. Düzdür. 4-də. Batum müqaviləsi iyunun 4-ündə imzalandı. Müqavilənin 4-cü bəndində nə deyilirdi? Elə bil ki 4-cü maddəsində deyilirdi ki, Osmanlı bunlara kömək eləməli idi də. Silah verməli idi. Yardım etmək, bəli, yardım istəyirsinizmi? Təklif edir, biz də oradaca deyirik, bəli, istəyirik. Aylin, həmin dövrdə Qafqaza gələcək, yəni Azərbaycana gələcək Osmanlı qoşunu necə adlandırılır? İslam ordusu. Nəyə görə Osmanlı yox da Qafqaz İslam ordusu adı qoydular? Çünki orada Almanya idi, bir də o bir Sovet Rusiya. Rusiyası idi. O etiraz eləyirdi də. Bəli, eləyir, doğrudur buna görə. Qafqaz İslam ordusuna kim başçılıq etməli idi? Nuru Paşa. Nuru Paşa, doğrudur. Nuru Paşa başçılıq edir. Ülfət, Nuru Paşanın qarşısını almağa çalışan gürcülər onu harda məğlubiyyətə uğratmaq istəyirlər? Bir dənə döyüş oldu, Borçalıda baş verən döyüş nəticəsində. Amma orada Alman gürcü qoşunları məğlub olur. Düzdür. Həmçində bu gəlin 1918-də Gəncə hesabına, Gəncədə Tiflislər razı olmuş ki, deyir ki, buranın paytaxtı gəlin köçürdün. Onlar da Gəncəyə köçürdülər 1918-16 il. O zaman Zeynəb bizə deyəcək. Zeynəb, deməli AXC ilk əvvəlcə harda elan olunmuşdu? Tiflisdə. Tiflis dövrünü hansı aylar əhatə edir? Nətər? Tiflis dövrü hansı aylar əhatə edir? Hansı ayları? 1900 elə bil ki 27-dən 1916-ya qədər. Yox, 1900. 1918 ayın elə bir 27-sindən, mayın 27-sindən. Mayın 28-də salamlaşırlar. İyunun 16-sına qədər. İyunun 16-sında hara köçürüldü ki, AXC-nin mərkəzi? Düzdür, artıq Gəncə oldu paytaxt. Bunu yadda saxlayırıq. Bu da, bilirsiniz uşaqlar, Nuru Paşa Azərbaycana gələndə bir çoxları AXC-yi yaratmaq deyil də Osmanlıya birləşmək istəyirdi. Başda olaraq ki, biz Osmanlıya birləşirik. Başda Nuru Paşa da gəlib, belə Osmanlıya birləşirik. Buna görə də Azərbaycanda bir hakimiyyət böhranı yaşandı. Çünki balaca bir yerdir, nə idarəçilik qurulub doğru düzgün. Üstəlik də ölkə daxilində bir çaxnaşma var. Bir qrup Rusiyaya birləşmək istəyir bolşeviklər, bir qrup Osmanlıya birləşmək istəyir. Nuru Paşa da fikirləşir ki, elə fürsət düşmüşkən, bəlkə bu hakimiyyət tanımayım, qoy Osmanlıya birləşdirək. Bax, buna deyirlər iyun böhranı. Burada elə bir Milli Şura fəaliyyətini itirir. Fətəli Xonskin başçılıq elədiyi ikinci Şura hökumət hakimiyyətə gəlir. O da elə bir 6 aydan bir də müəssisələr məclisini çağırmalı idi. Düzdür. Ayşə bizə deyəcək, Ayşə iyun böhranı nə zaman baş vermişdi? İyun böhranı 1918-in iyun 17-sində. İyunda baş verdi. Hansı hökumət kabineti fəaliyyətini dayandırdı? İkinci hökumət kabineti. Birinci hökumət kabineti fəaliyyətini dayandırdı. Yerini hansı yaratdı?
İkinci hökumət qəbul İkinci edildi. hökumət qəbul Fətəli başlayır. Düzdür. Bəs yaxşı, hansı qurum iyun böhranına görə fəaliyyətini dayandırıb ikinci hökumətə verdi bütün səlahiyyətlərini? Milli Şura. Ona görə ikinci hökumət təkcə icra edici deyil, həm də hansı səlahiyyətləri var idi? Qanunverici. Bəli, qanunverici orqan imiş, doğrudur. Səkinə, ikinci hökuməti birincidən fərqləndirən cəhət? Mən qanunverici olmasıdır. Birinci də qanunvericidir, amma ikinci qanunvericidir. Düzdür. Bəs yaxşı, Bakını azad etmək qarşımızda məqsəd kimi dayanıbdır. Bakı kimlərin əlindədir? Bu menşevik, bolşeviklərin də Bolşeviklərin əlindədir, düzdür. Bolşeviklərin əlindədir. Doğrudur. Bakıda uşaqlar, bir də Bakı xakkesi yaradılmışdı. Bolşeviklərin qurumu idi, idarə etmə qurumu. Göyçay döyüşü nə zaman baş verdi bunlar arasında? Mənə versiz sualı. Bəli. Göyçay döyüşü. Cumhuriyyət marşı. 820. Bəli. 27 iyundan 1 iyuluna qədər. Bu oldu Göyçay döyüşü. Göyçay döyüşü Aysu kimin qələbəsindən başa çatır? Göyçay döyüşündə elə bil ki, Bakı Xalq Komissarlığı Soveti məğlub edilir. O şey edir, bizə hətta qırğın törədir o Bakı Xalq Komissarlığı Soveti. O sonra məğlub olur, gedir İranda Rus kazaklara deyir ki, gəl mənə kömək elə. Onlar da onun təklifini qəbul eləmir, məcbur qalır ingilislərin köməyindən deyəsən istifadə edir. Sonrası yadımda. İngilislər gəldi Azərbaycana. Həm də bu dövrdə nə oldu? Bakı xakkesi gördü yox, vəziyyət o vəziyyət deyil. AXC yaxınlaşsa, Osmanlı buralara, Bakını ələ keçirsə, onları cəzalandıracaq Mart soyqırımına görə. Ona görə Bakı buraxır, gedir Rusiya. Əvəzində nə yaradılır? Bəli. Sentrokasp diktaturası ermənilərin yaratmış olduğu bir qurumdur. Sentrokasp diktaturası. Bu da az bir vaxtda fəaliyyət göstərib. Uşaqlar avqustun 1-də yaranıbdı, sentyabrın 15-də fəaliyyətini dayandırıb. Bəs yaxşı. Mehriban, Sentrokasp diktaturası İranda kimlərdən kömək istəyir? Rus bolşevik Qazaq İngilislərdən. İngilislər köməyə gəldi. Kimin başçılığı ilə avqustun 4-də İngilislər gəlir Azərbaycana? adı nə idi o şey? Denis Stervil. Kimin? Denis Stervil neçənci ildə Azərbaycana gəlir? Hansı ayda gəlir? 18 avqustunda gəldi. 4-də hakimiyyətə gəlmişdi. Zülfət bizə necədir? İngilisdir. Bəli, ingilisdir. Qacarların ərazisində idi. İngilislər göndərmişdi onu. İngiltərədən onsuz da Qacarların ərazisini öz müstəmləkəsi, yarım müstəmləkəsinə çevirmişdi. Bu belə. Aylin, gəlib bir Denis Stervil vəziyyətlə, hansı vəziyyətlə qarşılaşır? Niyə ermənilərə kömək eləmir? Orada məsələn güc zəifləyir, orada şəhər ətrafında da güc zəif olur desən. Görür ki, buyur Ülfət. Burada mən görür ki, Bakıda mübarizə çevrilib, həm orada bolşeviklər falan var idi. Ona görə qayıdır da burada möhkəmlənmək istəmir. Bu bir daha deyim uşaqlar. Sentrokasp diktaturasının tərkibi kimlərdən ibarət idi Ülfət? Bolşeviklərdən. Ermənilərdən. Erməni daşnaqlardan. SSR-lər. Görür ki, yox, bu ermənilər də özlərini onsuz da idarə edə bilmir. Onsuz da silahdan heç xəbərləri yoxdur. Fikirləşir ki, bunlarla mübarizə aparıb məğlub olacam, havaydan özümü öldürürüm. Bir, ikincisi də ki, Bakı şəhəri onsuz da müsəlmanların şəhəridir. Xalq da istəyir ki, Osmanlı AXC gəlsin qüvvələri. Xalqın Osmanlıya və AXC qüvvələri rəğbət göstərməsi, yəni Osmanlı istəməsi, AXC-ni istəməsi. Fikirləşir ki, burada mübarizə aparmağına dəyməz. Yerli əhali də müsəlmandır, hücuma gələnlər də müsəlmanlardır. Ona görə yerli əhali onları müdafiə edəcək. Üzü sulukən geri qayıdır. Bir də uşaqlar, internetdə bir məlumat oxumuşdum ki, o təyyarə ilə bura gəlir vertolyotlarla. Bakı küləyi imkan vermir ki, o təyyarələr burada işləsin. O yüngül vertolyotlar Bakı küləyində bacara bilmirlər. Beləcə Yenə gələcəkləri ingilislərdən Thompson gələcək. Noyabrda 1918. Düzdür, Thompson da gəlir. Burada şey var idi, gizli saziş idi deyəsən. O nədir ki, o? Bax, Rusların özünün başı qarışıbdır vətəndaş müharibəsinə. Lenin bura adam göndərə bilmir. Deyir ki, o almanlarla müqavilə bağlayıb, almanlar gəlsin bir qorusunlar Bakını. Nefti də bölərik yarı-yarı. Deyir 50-50 bölmək, 50-50 bölmək. Nefti də yarı-yarı bölərik də. Onsuz da Azərbaycan torpaqlarını ələ keçirmək istəyirdi Ruslar, almanlar. Nefti mən ələ keçirə bilmirəm, heç olmasa qoy almanlar ələ keçirsin. Osmanlı ələ keçməkdəsə bölərik yarı-yarı. Almaniyada 1-ci Dünya müharibəsində məğlub olur. Heyi qalmır da Azərbaycana gəlməyə. Nəticədə bax belə bir şəraitdə AXC Osmanlı qoşunları Bakını salıb azad elədilər. Tarix də bizdən yanadır.
Hadisələr bizdən yana olduğuna görə Bakını azad edə bildik. Zeynəb, Bakı nə zaman azad olundu? Bakı 1918-in avqustunda, Sentyabrın 15-də. sentyabrın Sentyabrın 15-də elə ki Bakı azad olundu, paytaxt bura köçürülüb sentyabrın 17-sində və bundan sonra artıq AXC Bakıda fəaliyyət göstərir. Bu bir. Deməli Ülfət, Qafqaz İslam Ordusu Bakıya nə zaman daxil oldu? Onlar 1918 sentyabrında, sentyabrın 15-də. Aylin, AXC-nin pul vahidi? Bakı nə bilim nə idi o? Bakı bonu. Bakı bonu. Mehriban deyə bilərsən, AXC-nin ərazisi neçə min kvadrat kilometr ərazini əhatə edibdir? 150 min. Işıq bu boyda. 97 idi. 114 min kvadrat kilometr ərazisi var idi. Onun 97,3-ü mübahisəsiz idi. Dəfə 375-də xəritəyə baxın uşaqlar. Orada üstündə... Mənim AXC-nin kaydını götürdünüz. Nə? Bəli, götürdüm. 375-də uşaqlar veribdim. 375-ə baxın, üstü belə çəhrayı rəngli deyim, yoxsa sarı rəngli üstü belə xətti işarələr var. Onlar mübahisəli ərazilər idi. Aysu, hansı dövlətlərin xəritəyə baxdığı görə bizim hansı dövlətlərlə mübahisəmiz var idi? Yəni bu Gürcüstandır mənim burada, Ermənistandır, bir də Rusiya, Sovet Rusiyası. Ondan əvvəlki xəritəyə bax, Səkinə. Bəli, Gürcüstan, Ermənistan, bir də Gürcüstanla Rusiyanın, bir də Ermənistanla mübahisəmiz var idi, doğrudur. Uşaqlar, dərsiniz bu qədər. Məncə elə çətin dərs deyildi. Üstündən keçdiyi, təkrar elədik bir dəfə. AXC-nin indi daxili siyasətini axıra qədər oxumursunuz. böləklər. Bölək ki, bax, ən əsas uşaqlar, əsas məsələ daxili siyasətdir. Daxili siyasəti əzbərləməlisiniz. Çünki hadisələr var. Bir xeyli. Qarabağın basqınlarından, erməni basqınlarından müdafiəsi bura qədər. Nə görürsən? Həmişə bura qədər verirəm, hə. Qarabağın erməni basqınlardan müdafiə tədbirləri. Səhifə 380-nin əvvəli. Ola bilər ki, əvvəlki nəşrdə səhifə fərqli olsun. Qarabağın erməni Onu vermirsiniz də o şəkillərə qədər. Hə. Qarabağın erməni basqınlardan müdafiə tədbirləri. Ondan şəklin altında AXC-nin bəyan etdiyi falan bir məsələ var. Ona baxarsınız mütləq. Hə, bax ora qədər. Mən bəs xanlıqlardan hansını verirsən? Hansılarını oxuyur? Xanlıqlardan qoyayım. Proqramımıza baxaq. Bundan sonraki Qarabağ xanlığı birazca genişdir, amma qalan hamısı çox xırda xanlıqlardır. Qarabağ öyrənirsiniz, İrəvan, Naxçıvan, bir də Şamaxı xanlığı. 42, 43, 44. Bundan sonrasını bildirəcəm. Testlərində işləyirsiniz, Ülfət. Yenə qrupa testlərində deyərsən, uşaqlar işləyərlər. Yaxşı. Sağ olun uşaqlar, gələn dərsdə görüşərik. Sağ olun. Sağ olun.